Bitkidən fərqlənən bu limonu Tovuzun Əyublu kəndində becərirlər. Kənd sakini Cahangir Sadıqov ağacın tingini illər öncə dostundan alıb. Ağac ilin bütün fəsillərində bar verir. Bu limonlar ürək-damar xəstəlikləri üçün xüsusilə faydalıdır. Gələn formasında basırdım. 5 il qulluq elədim, 5 ildən sonra məhsul aldım. İndi 3 ildir məhsul gətirir. 8 ildir damar problemi var, ürək-damar problemi var. Bundan pasiyan istifadə edirəm. 5 il, 6 il elə bil iynə dərman oldum. 3-cü ildə bu məhsul gətirir. 2 ildir bundan istifadə edirəm. Heç bir iynə dərmandan istifadə eləmirəm. İstixana şəraitində yetişdirilən subtropik bitki insanların marağına səbəb olub. Kimisi ağacın tingini, kimisi isə meyvəsini əldə etmək üçün Əyublu sakininin həyətinə üz tutur. O xırda limonlar nə qədər yaxşı qulluq eləsən, ən çox gətirsə bir 15-20 kiloqram gətirər bizim şəraitdə. Ancaq bu limon 100-120 kiloqrama qədər məhsul gətirir. Mənə gəlir ki, bunu elə həm də bunun biznes tərəfini fikirləşmək lazımdır. Yəni, təkcə elə bu kətdə elə qartof əhmək, soğan əhməkdən yox, həm də sübut elədi ki, Cahangir kişi bu sitrus bitkilərinlə də bunu təsərrüfata, biznes usuluna keçirib, sitrus bitkilərindən də çox böyük gəlir əldə etmək olar. Elə Cahangir Sadıqov da gələcəkdə böyük təsərrüfat yaratmaq fikrindədir. Qeyd edək ki, kənd sakini bitkidən gəlir də əldə edir. Bu limonun qiyməti isə ölçüsündən asılı olaraq 1-2 manat arasında dəyişir. Leyla Şirinova, Rahim İbrahimoğlu, Tovuz. Mövsümün ikinci yarısı üçün hazırlığı davam etdirən Kəpəz təlim məşq toplanışı müddətində ilk yoxlama oyununu keçirib. Yevlaxda məskunlaşdırılmış